Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Надеюсь, у вас все хорошо, все благополучно. Сегодня у нас последний урок 2 класса, 28-й урок, обобщающие задания, тесты. И мы с вами наконец-то заканчиваем эту книгу. Давайте приступим к нашим testам. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz mənim Rus dili kanalıma. Bugün sizinlə nəhayət ki bu kitabı bitiririk. 2-ci sinifin yeni versiya kitabını bitiririk. Sonuncu 28-ci dərsimizdir. Ümumi tapşırıqlardır, testlərdir 15 dənə. Onları eləyək və bu kitabımızı sonlandıraq. Gəlin, başlayaq hazırsınızsa. Первый тест. Укажите САС. Sazı göstərmək lazımdır. A variant. Baxırıq ki, это saz. Bu Azərbaycan dilində də saz deyirlər, Rus dilində də. Второй тест. Укажите pianino. Burada deyir pianinanı göstərin. C variant. Piano Azərbaycanca, pianino Rus dilində deyirik. C variant это pianino. Укажите картинку, название которой отвечает на вопрос кто. Kim sualına cavab verən şəkli göstəririk. C variantda görürük ki, yeganə burada insan var, canlıdır. Ona görə C variant правильный ответ отвечает на вопрос кто. C. Четвертый тест. Укажите картинку, название которой отвечает на вопрос что. İndi isə nə sualına cavab verən şəkli göstərməliyik. Görürük ki, burada hamısı canlıdır. Yalnız bircə B variantda cansız əşyadır, musiqi alətdir. O da nə sualına cavab verir. Значит, ответ B вариант. Правильный ответ B вариант. Пятый тест. Укажите картинку, название которой можно сочетать со словом мой. Burada deyir ki, hansı buradakı sözü moy sözü ilə uyğunlaşdıra bilərik. Moy mənim kişi cinsdir. Biz buradan kişi cins, yəni samitlə bitən bir söz seçib uyğunlaşdırmalıyıq. D variant klarnet. T ilə qutarır, samitlə bitir, kişi cinsdir. Ona görə deyə bilərik moy klarnet. Правильный вариант D вариант. Теперь укажите картинку, название которой можно сочетать со словом моя. İndi isə maya mənim qadın cinsindəki olan sözlə biz uyğunlaşdırmalıyıq. Saz biz bilirik Z ilə bitir. Bu demək uyğun gəlmir, kişi cinsdir. Nagara həmçinin nagara deyirəm, qaval. Qaval D variant. Tar, saz. Bunlar hamısı kişi cinsdir, ona görə bizə uyğun gəlmir. Только kamança A ilə bitir. Qadın cinsdir, ona görə deyə bilərik ki, моя kamança. Следующее задание, 7-й тест. Укажите картинку, название которой можно сочетать со словом «моё». İndi isə mənim orta cinsdə biz uyğunlaşdırmalıyıq. Burada D variantı götürəcəyik, çünki burada bizdə demək violonçel, royal, tar, bunlar hamısı kişi cinsdir. Amma pianino bu orta cinsdir. Ona görə bizə D variant lazımdır. Moyo pianino biz istifadə edə bilərik. Укажите картинку, название которой можно сочетать со словом мои. Mənim cəmdə harda istifadə edə bilərik? Görürük ki, B variantda dağlar çoxdur. Ona görə deyə bilərik мои горы. B variant düzgün variantdır. Укажите картинку, название которой можно заменить словом твои. Burada da sənin, amma cəmdə. Necə istifadə oluna bilər? Bircə A variantda görürük ki, çoxdur. Sənin ağaclar burada çoxdur. Ona görə deyə bilərik твои. Твои деревья. А вариант правильный ответ. Укажите картинку, название которой сочетается со словом широкая. Широкая enli deməkdir, qadın cinsdədir. Bizdə B kişi cinsdir, dom, D подарок kişi cinsdir, A дерево orta cinsdir. Bunlar heç bir uyğun olmur. Bizə qadın cins lazımdır və bizə C variant lazımdır. Çünki улица və yaxud da дорога, yol bu qadın cinsdədir. A ilə bitir, широкая дорога biz istifadə edə bilərik. Следующее задание, следующий тест. Укажите картинку, название которой сочетается со словом узкая. İndi də узкая, dar hansı sözü deyə bilərik və qadın cinsində olmalıdır. Burada da A variant uyğundur. Həm də görürük ki, bu dardır, bu küçə, yol, həm də дорога qadın cinsdədir. Ona görə deyə bilərik узкая дорога. A variant. 12-й тест. Укажите картинку, название которой можно сочетать со словом маленькое. Маленькое orta cinsdir, balaca deməkdir. Gerb kişi cinsdir, rika qadın cinsdir, fotoaparat kişi cinsdir. Amma озеро orta cinsdir, göl deməkdir. Balaca göl deyə bilərik. Маленькое озеро. Ona görə A variant это правильный ответ.
13. Укажите картинку, название которой сочетается со словом высокие. Burada deməliyik yüksək, hündür və cəmdə deməliyik. C variant görürük ki, həm cəmdə, həm də dağlara yüksək dağlar, hündür dağlar deyə bilərik. Ona görə высокие горы istifadə edə bilərik. C variant правильный ответ. 14. Укажите картинку, название которой сочетается со словом высокая. Burada da высокая demək hündür deyə bilərik. Burada qadın cinsdə verilib. Görürük ki, bircə A variantı qadın cinsidir. Девочка, высокая девочка istifadə edə bilərik. Çünki digərləri bizə uyğun gəlmir cins olaraq. Və sonuncu testimiz. Укажите картинку, название которой сочетается со словом низкий. Burada da alçaq, yəni hündür yox, antonim olan alçaq sözündən istifadə ediləcək bir söz lazımdır. Özdə bizə nizki sözü kişi cinsdə verilibdir. Bircə bizdə kişi cinsdə burada stol sözü var. C variant həm də görürük ki, həqiqətən də alçaqdır. Boyu çox aşağıdır stolun. Ona görə bu bizə uyğun gəlir bu söz. Nizki stol istifadə edə bilərik. Budur. 15 testimiz qutardı. Bu kitabımız qutardı. Gələn dərs yeni bir kitabla sizin qarşınıza çıxacağım inşallah. Bu qədər. Nəsə suallarınız olsa mütləq yazın, soruşun, kommentariya bölməsindən, like da mütləq qoyun. Tanışlarınıza da göndərin kimə lazımdırsa. Həm rus dilini öyrənmək üçün, həm məktəb üçün lazımdırsa mütləq məsləhət görün, abunə olun. Hər bir şey görə də sizə indiyənə qədər olan dəstəyinizə görə çox sağ olun. Artıq 6000 olmuşuq biz sizinlə birlikdə. İnşallah daha yüksəklərə gedərik. Belə, nə lazım olsa mütləq yazın, soruşun. Gələn yeni kitabda sizinlə görüşənədək sağ olun, salamat qalın. И вот мы закончили и эту книжку, и этот урок. Увидимся с вами уже в следующих новых книжках. Дай Бог, иншаллах. Пожалуйста, обязательно подписывайтесь, ставьте лайки, посылайте тем, кто нужно, тем, кто хочет изучать русский язык. А мы с вами уже увидимся в других новых книжках. Всем желаю удачи, всем хорошего дня. Пока-пока.